İşte güzel. Aynen akıllı. Ya istersen alıp çalışıp ben burada. Vallahi. Dur, çöker. Salam olsun bizim kanalı izleyen hər bir kəsə. Bugünkü çəkilişimiz Göyçay şəhərində yerləşən Nar festivalındandır. Gördüyünüz kimi xeyli sayıda insan var. Hətta 1 kilometr məsafədən saxlayıb bu Nar festivalına giriş eləmişik. İndi isə gəlin içəridən çəkilişimizi davam edək. Satırsınız. Nədir o? Reklam üçündür? 50 manatdır. Ay maşallah. Bu elə belə deyil. YouTube'a gedəcək o. Sağ olun. 1 kilodan çox. Qəşəng. 50 manata nar. Verirlər çikolata. Çek gönder herkese. Allah mir. Birinde ne kadar olsun? Qiymətlər bir dənə soruşaq. Salam eşim. Nar çaxırı neçəyədir? Sakın yok. Yoxdur sizdə. Nar aruz neçəyədir? Bunlar 5 manat 3 manat. Abi hava olmamış. Qardaş bunlar nədir? Ha. Bunlar nədir? Bunlar evdeki toyuq əti deyil, Hə, satıska deyil. lavaşın arasında düzəldib verirsiniz. Satıska deyil. Neçədir qiymət? 1 manat. Çox sağ ol. Bunlar yox. Gördüyünüz kimi Nar festivalıdır. Qiymətlər də deyərdim şəhər və şəhərdən də baha qiymətlərdir. Mete. Ayrılın abi. Dokuz noyabr Göyçayda keçirilən Nar festivalıdır. Deyərdim bəlkə Bakının yarısı Göyçaydadır. Azərbaycan hərbi bölgəsindən gəliblər, amma Bakı maşınları çoxdur. Yaxınlaşmaq da mümkün deyil. 1 kilometr məsafədə saxlayıb gəlmişik. Və burada Göyçayın stadionu deyirlər, həmin ərazidə keçirilir. Göyçay Festivalı 2025 Nar Festivalı. Deyilənə görə axşam da konsert proqramı olacaq. Bildiyim polkalara yaxınlaşmaq mümkün deyil də. Salam, bazar olsun.
Bunlar neçədir buralarda? Hadi görək burada nədir barbekü. Neçədir çörək arası? Çörək arası 2 manat. Salamlar К çatırım. сожалению, все, что есть, тут вы видите, но через час будет все. Через час. Машина подойдет, да. Одна целая машина vina подойдет к нам. Neçədir qiymət? Bunlar 20'dir, orada olacaq 10 manata çatırlar. Ekor olacaq 15 manata, araqlar gələcək, meyvə araqlar gələcək, hər şey. İndi gələcək. 1 saatdan 1 sonra. saata gəlirlər. Bu degustasiya üçündür yoxsa nə üçündür? Burada satışdır. Satışdandır. Yoldan sonra gidiyorlar ancak arkadaşlar. Buna da aksesuarı. Göyçay bəlkə bu qədər adam görməmişdik bir dəfə. Göyçay festivalına ilk səfərimdir gələm. Maşallah olsun, Meşidən gəlib. Bayram günlərinə təsadüf elədiyi üçün axşam vaxtı gördüyünüz kimi orada şov proqram olacaq. Akşam 5'də 6'da şov proqram olacaq. Ona görə gələnlər tez qayıtmır. Konsert proqramı da bu nöqtədə olacaq. Köhnə maşınları qoyurlar bura. Gedək köhnə maşınları çəkək. Her yer səhnəydir. Retro maşınlar. Hə. Şurada piləkanın altına. Rəhbər gəlib gidiyor. Geri bucu, arkadaşlar. Hamlıcı yok, hamlıcı yok. Bucu, arkadaşlar.
bölümdə bir nəfəri çağıraq. İnanırım size burada futbol olanda hiç burada bu kadar adam olmur. Salam da. 20 manası normalde balon baxanda değişmiş. Ən gezmirsən, gözləri oturmur. Bal neçədir? 30 manat. Bunları verdim ben sana. Yok, ver. İstəyirsiniz bir dadına baxın. Sizdə bal neçədir? Biz balın 30 manata həmişə satmışıq. Bugün bayramla əlaqədar indirim eləmişik 25 manata kilosu. Çiçəyin tozu deyilən bir şey var sizdə. Bəli, buyurun. O neçədir? Bunun kilosu 100 manatda, hal-hazırda 80 manata verir. 100 qramı 8 manat. Adı Fuad oldu da elə. Bəli, adım Fuaddır. Afat bu nə qədərdir? Yarım kilo. Bəli, yarım. Çiçəyin tozu xeyirli bir şeydir. Sizdə çiçək tozu neçədir? 15 mi? 15 mi? Sanırım ki. Çok güzel. Nə qədərdir burada? Orada 100 gram, 100 gram. Bəli qardaşım, halal, parasını çəkin. Sizdə bal neçədir? Kəlbəzərdir. Kilosu 30 gram. Təmizliyinə şübhəliyəm. Yaxşı bal olmağına. Burada deyəsən ancaq paltoçkalarda. Yox, sağ olun. Nədir? Lazım değil ki. Ne yapacak? Bu nə üçün istifadə olunur? Suvenirdir sadəcə. İntervyu. Əziz izləyicilər, Göyçay Nar Festivalından çəkişim bu qədər. Axşam konserti yəqin ki görmək imkanı olmayacaq, çəkiş edə bilməyəcəm. Festival budur. Gördüyünüz kimi satış nöqtələrindən hər öz məhsulunu satışa çıxarıb. Axşam insanlar konsert proqramını gözləyir. Buradan çəkişim bu qədər. Kanalıma abunə olmağı və videoları bəyənməyi unutmayın. Sağ olun.